Excel proqramında işləyərkən cədvəlimiz çox böyükdürsə və biz bu cədvəlləri çapa vermək istəyiriksə, bu halda Ctrl-P düyməsini vururuq və yaxud fayl menüsünə girib print əmrini seçirik. Baxın, gördüyünüz kimi cədvəlimiz çox böyükdür. Hal-hazırda burada 5 dənə səhifəmiz var. Biz növbəti səhifəyə keçdikcə başlıq sətrini burada görməyəcəyik. Beləliklə, yəni bu səhifə, istənilən bir səhifə adamlarla düşdü. Burada məlumatların nəyə aid olduğunu bilə bilməyəcəyik. Başlıq səhifələrin bütün səhifələrdən təkrarlanmasını istəyirik. Page Layout əmrinə giririk. Print Details əmrini seçirik. Ekrana gələn pəncərədə sətirlərdən üzərinə, bu sətrin üzərinə qoyduqdan sonra biz həmin başlıq sətrini seçirik. OK əmrini verəndən sonra artıq print əmrinə girsək, bütün səhifələrdə başlıqların görünməsini təmin etmiş oluruq. Baxın. Bütün səhifələrdə görürsünüz, başlıq sətri görünəcək.